Xoşbəxt qadının cisturu. Əgər qadınlar bu cisturu hərfi mənada yox, düzgün başa düşüb qəbul etsələr, o zaman həyatı boyu onlar xoşbəxt ola bilərlər. Biz həyatda müxtəlif rollar yaradırıq. Ana rolu, valideyn rolu, bacı rolu, dost rolu, sevgili rolu və s. və s. Təbii ki, qadın-kişi arasında da müxtəlif rollar var. Və təzə tanışlıq zamanı bu disturun birinci göstəricisi kraliça. Əl dəyilməz, toxunulmaz. Həqiqətən də yeni münasibətlər yarananda bu konfet buket mərhələsi deyirik. Qız, xanım sanki kraliça olur. Bunu xanım özündə ömrü boyu qoruyub saxlasa, amma deyəcəm nə cür qoruyub saxlamaq lazımdır. Bu 5 göstəricidir. Birincisi kraliça vəziyyəti. İkinci vəziyyət deyir nə qədər ağılsız olmaq lazımdır ki, özünü ağıllı göstərmək və nə qədər ağıllı olmaq lazımdır ki, özünü ağılsız. Təbii ki, özünü çox ağıllı sayan, daima kişini idarə etməyə çalışan, onu üstələyən qadını kişi sevmir. Ona görə yaxşı olar ki, qadın sadəlöv qızcığaz olsun. Özünün qadınlığını məhz göstərməyi bacarsın. Üçüncü, bu xüsusən bir çox Azərbaycan qadınlarına xasdır. Çünki ailədən gəlir, analar elə bilir ki, qız yaxşı xörək pişirsə, ev yığışdırsa, mətbəxdə hər şey yaxşı eləsə, o xoşbəxt olacaq. Buna biz psixologiyada deyirik ana rolu. Bişirir, düşürür, yığışdırır, yuyur, ütülüyür, qayğı göstərir. Dördüncü vəziyyət dost. Hər bir qadın sevgilidən başqa dost olmalıdır. Onunla bölüşməyi bacarmalıdır kişi. Yəni, dost da hansı qadından ola bilərik? Bizi dinləyən, səbirli olan, bizə güc verən, bizi tərifləyən, bizim maraqlarımızla maraqlanan və 5-ci rol aşna roludur. Biz bilirik ki, münasibətlər quranda, ailə quranda cütlüklər arasında intim münasibət yaranır. Bunun da qədəri, bunun da yeri olmalıdır. İndi baxın nə baş verir. Özünüz bu distura baxıb, özünüzü testləşdirə bilərsiniz. Kraliça tutalım 40-dır, 10-10 balla bölürüksə. Sadəlöv qız 0-dır, ana 5-dir, dost 0-dır, aşna da 0-dır. Bu uğurludur, bu xoşbəxt disturdur, xeyr. Yaxud əksinə, kraliça 0-dır, sadəlöv çoxdur, qayğıkeş ana çoxdur və bu balans pozulur. Xüsusən də ən çox bu balans pozulur 3-cü maddədə. Qayğıkeş ana. Qadın elə bilir ki, o bişirir, düşürür, yuyur, yığışdırır, ev par-par parıldayır, əri onu sevəcək. Ananı ana kimi sevirlər. Artıq ər onda ana rolu görür, uşaqların anası. Yaxud əgər 5-ci bənd varsa, o biri bəndlərin heç biri yoxdursa, bu da balansı pozacaq. Ona görə balans olanda, yəni kraliça, sadəlöv qızcığaz, ana, dost və aşna. Bunlar balansda olanda o zaman ailə xoşbəxt olur, ailə möhkəm olur. Düzdür, ailə möhkəm olması üçün bu 5 disturdan başqa ayrı bir göstərici də var. Hətta belə bir rəvayət var. Bir ailədə bütün gün dava-dalaş olur. Yoldaşı deyir ərinə, get bax gör bu qonşular niyə dalaşmırlar? Ulan evində həmişə sakitlikdir. Gedir pəncərədən baxır, görür, arvad bir qəşəng vazı yuyub, qoyub stolun düz qırağına. Telefon zəng vurur, qaçır telefonu götürməyə. Kişi gəlir, keçir, vaza toxunur, vaz qırılır. Deyir, indi dava başlayacaq. Qadın yaxınlaşır, deyir, oy da,
mən günahkaram, bu vazı stolun qırağında qoydum. Əri deyir, yox, 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 mən günahkaram. Gərək mən ehtiyatlı olaydım, toxunmayaydım buna. Qadın deyir, yox, 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 mən. Əri qayıdır evə, arvadı soruşur, nə oldu, nə gördün? Deyir, mən bir şey gördüm. Bizdə hamı haqlıdır, onlarda hamı günahkardır. Bəli, əgər öz səhvini itiraf eləməyi bacarırsa insanlar, qarşısında duran insanı aşılamırsa, günahı onun üstünə yıkmırsa, təbii ki, bu ailədə xoşbəxt və davamlı olacaq.